Baxın şeiri. Oxuyum şeirini. Sən nə işlə məşğul olursan? Bakı Dövlətdə oxuyuram. Ədəbiyyat fakültəsində, filologiya fakültəsində. İkinci kursda oxuyuram. Nə işlə məşğul oluram? Marketdə işləyirəm. Marketdə. Mən elə bildim qılınca oynatma yarışına qatılırsan, sən öyrənirsən onu. Yoxsa qılıncı da asmışsan buradan. Şeiri oxu zəhmət olmasa. Sevmək və sevilmək ən gözəl histir. Bundan da gözəl bir çağ tapmadım mən. İstədim eşqimi yazım dağlara, eşqimdən də böyük dağ tapmadım mən. Əvvəllər bilməzdim aldanmaq nədir. Əvvəllər bilməzdim aldanmaq nədir. İndi hər sözünə aldanıram mən. Sən heç bilmirsən ki, qısqanmaq nədir. Səni güzgüyə də qısqanıram mən. Dünyada qalmağa vaxtım da yoxdur. 3 günlük dünyadır, məndən almısan. Sevdiyim yadıma salmıram səni, çünki ürəyimdə məskən salmısan. Mənə nifrət etsən belə əzizim, mən səni sevirəm, qınama məni. Bütün sınaqları elə əzizim, vaxtsız gedişinlə sınama məni. Nə mən ağlayıram sənin dalınca, nə səni Allahdan mən diləyirəm. Bunlar lazım deyil, sadəcə səni ömürlük sükutla yad eləyirəm. Alimlər, rəssamlar olsa müştərək yenə səni dəqiq təsvir etməzdi. Sevdiyin insan da sevsəydi səni, mənə heç bu qədər təsir etməzdi. Dostluq qoya qadın. Biz bu sevgini qarşımızda dursa dünya yeridək. Dostluq saman olsun, sevgimiz də su. Gəl saman altından dərya yeridək. Niyə belə qəfil küsüşdü axı? Niyə belə qəfil küsüşdü axı? Sevib sevilərdik deyirəm, yəni qırdığın qəlbimdə cümlələr qalıb. Biri də budur ki, sevirəm səni. Ayrılıq vədəsi yetişən zaman yarımın qüruru iftixar etdi. Göz yaşım çıxaraq kipriyim üstə tullanıb aşağı intihar etdi. Biz bütöv olanda xoşbəxt olardıq. İndi o bütövdən təni silirsən. Əvvəl göz yaşımı silərdim mənim, indi yerli dibli məni silirsən. Axı biz nə zaman qovuşacağıq? Heç kimsə etdiyim sorağı bilmir. Uzaq görənlərdən soruşdum bunu, onlar da o qədər uzağı bilmir. Onlar da o qədər uzağı bilmir. Sən qılıncı asmışsan, təkrar edirəm. Amma bizim münsiflər heyətində də bir qılınc qurban deyilən bir münsif üzvü var. Onun da qılıncı var ha. Və sözü ona verirəm. Bizim qulu... Əli qılıncı deyil, amma daha kəskin. Sözü qılınc kimi. Qulu müəllim... Fərid, deməli, çox ürəklə deyir şeirim. Pozitivdir. Nəsə, çox pozitivdir. Sevə-sevə deyir. Baxmayaraq ki, orada babam müəllim deyən taftologiya, sonra Nizaməddin müəllim deyən o tanış təmayüllər kifayət qədərdir. Amma bir-iki də hətta o kiprikdən yaşın intihar eləməyə də tanışdı, amma onu yerində işlədə bilir. Və çox emosional deyir. O bir yer var, saman altından dərya yeritmək. Dərya yeritmək. Uzaq görənlər də deyir, uzağı görə bilmir bəlkə. Fəridə mən nəyə görə şans vermək istəyirəm? Burada elə müəlliflər var ki, öz yazdıqlarına özləri inanmırlar. Mənim ən xoşum gəlməyən adamlardır. Adam danışır, özü inanmır, dediyinə. Üzünə baxır ki, görüb sən ona inanırsan. Necə inanmaq olar adama? Fərid öz yazdığına biət edir. Bəlkə də biz onu kəsək, o elə göz yaşı kiprikdən özünü atan kimi gedib özünü atar. Ya da qılınc deyər, qılıncı da Allah şükür üstündədir. Mən ona görə bu qılınclı olanı qılınclamaq istəmirəm. Çünki qılınc ya bir tərəfdə olar da. Mən ona istəyirəm ki, yaşıl verəm və ikinci turda görmək istəyirəm. Gülşad xanım, siz nə deyirsiniz? Qulu müəllimin sözü olmasın. Özü öz yazdığına inandı, dediyinə inandı, məni tərəf inandırdı və o qədər səmimi danışdı ki, yəni şeiri pafosla oxumazlar. Şeiri həmişə gələ ağılla oxuyasan, biraz da ürəklə. Əsas ağıldır, yəni fikri çatdırasan. O fikri çatdırdı. Və onu bilirsin necə, hekayə kimi danışdı. Yəni, durub, sən məni sevəsən, pafosla demədi. Yəni, ona görə mən onu alqışlayıram. Yəni, onun belə bədii qiraətçi kimi o işinə mən hə deyəcəm. Bizim münsiflərdə ikinci bir qılıncı olan, deyim, yəni nizəsi olan adam da var. O da Nizaməddin müəllimdir. Qılınc qurbandır, öz qılıncını təhvil verir Nizaməddin. Nizaməddin müəllim. Belədir. Burada, yəni bu müsabiqələrdə həm 80 yaşlı adamlar iştirak edib, həm də 12-13 yaşlı adamlar şeirlərini oxuyub. Məsələ burasındadır ki, o 80 yaşlılarla işim yoxdur. Amma o cavanlar da, o şeirləri oxuyanlar da, necə deyirlər, öz coşqunluğunu göstərə bilmədilər bu vaxta qədər.
Yəni insanda ən gözəl, məsələn, gəncdə xüsusilə coşqunun olmasıdır. Məsələn, bilirsən ki, bunun içində etiraz var. Hegel deyir ki, böyük filosof, ehtirazsız dahiyanə heç nə yaranmır. Fəridin də içində etiraz var. O ehtiraz yavaş-yavaş poeziya çevriləcək. Onu bu şeirdən ümid edirik. Düzdür, səni buraxmamaq da olar. Amma nəzərə alaraq ki, sən 80 yaşlı, ya 60 yaşlı, ya burada qışqıra-qışqıra bağıran kimi 45 yaşlı deyilsən və yəqin ki, öz gənc təfəkkürünlə, hisslərinlə düşünüb, o coşqulu, etirazı hər sözə təhvil verməyəcəksən. Şeir yazmağın ən böyük çətinliyi odur ki, gözəl hissini qabağa çıxan sözə təhvil vermə. Ona özünə layiq söz tap. Başa düşdün? Şans veririk. Yəni biz sənə avans veririk bu şansı. Bu layiq deyil. Amma sənə biraz avans veririk ki, bəlkə bu avansdan istifadə edib daha yaxşı yazırsan. Sən də söz ədəbi birliyi. Baba müəllim, siz nə deyirsiniz? Orada iştirak elə, filologiya fakültəsi. Hə, bilirəm, yazılmışam, iştirak edirəm. O çox yaxşı. Təbəssüm üçün deyim ki, müəyyən o şairlərimizə xəstəlik olan o meyllər səndən də uzaqda deyildi. Məsəl üçün, müəyyən yerdə deyirsən ki, indi sən bundan qutarmısan sevgili ilə, Cananla, artıq yenə səndə o şikayətlər var ki, heç olmasa sən sevdiyin səni sevirmi? Rəhmətli Hüseyin Arifdə də vardı elə şeylər ki, məndən yaxşısını sevəydim bari. Belə şeylər var. Ümumiyyətlə, şairlərimizdə o xəstəlik var. Rəhmətli kəsərdik onu. Buna deyən lazım ki, sən münasibətləri kəsmirsən. Sən nə işvə qalıb ki, o səndən yaxşıdır, pislik, onu hansı arbitr müəyyənləşdirir ki, bu hətta bizə şən əhval-ruhiyyə yaratdı. Ona görə mən də sənə hə deyirəm, məhz o hissəsinə görə şey. Təbəssümünə görə bəlkə də, üzündə təbəssüm var. Mirzə Vəhbər Sabir, klassiklərdə söz deyilsin, zəhmət olmasa. Hörmətli müəllimlərimizin şərhləri o qədər gözəl şəkildə bir-birini tamamlayır ki, ona görə o baxımdan bir söz deməyəcəm. Mən sadəcə bir-iki tövsiyəm var. Bizim gənclərimizin, gənc yazarlarımızın əsas problemlərindən biri odur ki, mütaliələri azdır, az oxuyurlar. Çox oxumaq lazımdır. Çox oxuyub təsirə düşmək lazım deyil. Çox oxumaq lazımdır ki, görmək lazımdır nə var ümumi ədəbiyyatda ki, onları yazmayasan. Məsələn, bax o gözdən düşmək, yaşın gözdən düşmək. Məsələn, Füzuli deyir ki, gərdi rəhim ey əşki yudun çeşmi tərimdən, tərki ədəb etdin, ola düşsən nəzərimdən. Yaxud məsələn, Nəbati deyir ki, razı pünhanım mənim bu əşki qəmmaz ettifaş, ondan ötürü bəs gözümdən düşdü. Bədgürlər kimi. Yəni, oxumaq lazımdır ki, eyni fikri təqlid edə, yaxud iqtibas eləməyəsən. Məsəd xanım. Mən də razıyam Sabirin fikri ilə. Mütaliəyə böyük ehtiyacımız var, amma belə şans verək. Səməd qağa. Sevindirici məqamdır ki, gəncin poeziyaya, şeiriyyətə həvəsi var, marağı var, vurğundur və bir məsləhət verərdim ki, bir qədər mütaliə eləyəsən. Həyat təcrübən artdıqca, o da sənin poeziyanda, şeiriyyətində əks olunacaq. Mənim də bir məsləhətim var, indi səs vermə olacaq. Sən neçənci kursa oxuyursan? İkinci. Bakı Dövlət Universitetində ikinci. İndi hamı deyir, oxu, klassikləri oxu, amma mən də sənə onu deyirəm ki, birinci dərsləri oxu, sonra olar oxu. Yoxsa kəsilərsən, ondan da olarsan, bundan da olarsan. Mən kəsərəm. Konkret zəhmət olmasa səs verməm. Şans.